Həyatda qadınla kişini ehtirasdan başqa bağlayan bir şey yoxdursa, o münasibət axırda cəhənnəmə çevrilir. Səni itirmək istəmirəm, səni saxlayım, amma atamın, anamın dediyi qızla evlənəcəm və belə. Təxminən Spartakla sevgilidir ya deyil, nəsə onu göstərmək üçün deyil. O bəlkə də başqa qız idi. Sadəcə göstərir ki, Zaur özündən bezir. Qadına yaraşmır sevmək, Allah haqqı. Yaraşmır. Həqiqətən Allah haqqı yaraşmır qadına sevmək. 93-cü ildə də bu təxminəyə pozğun gözü ilə baxırdılar. İndi də bu filmi izləyirlər. İndi də eyni yanaşmalar, eyni də heç bir dəyişiklik yoxdur. İnsanların öz həyatını yaşaya bilməməyi, zəif olması, yəni məncə Zaur zəif bir insandır. Zaurun evləndiyi qızın ailəsi demirmi ki, bu Zaur evli qadınla gəzirdi. Baxıb öldürmək istirdim ki, yəni ki, sən qızı niyə bədbəxt eləmək istəyirsən, ay qadın? Spartak demirmi ki, bu Zaur heç yaxşı oğlan deyil, mənim bacımın nə işi var bu Zaurla? Hər iki sözdən bir kişi adı çəkir. Muxtar belə getdi, Spartak elə getdi. Uspokойся da женщина. Zaur görüşü qısqanır, artırır bildi. Qısqanmaq zəiflikdir. Bir dənə o private profili bir günlük public edir, sonra sənin üçün təzədən private edir. Bildiyin oldu. Salam dəyərli izləyicilər. Bugün bizim podkastımızın mövzusu təxminə filmidir. Qonağımız isə Aygül, Aya Primadır. Hostlarımız isə Əsmət və Ruslan, artıq bizi tanıyırsınız deyə düşünürəm. Necəsiz? Çox sağ ol Bacışqa. Sən necəsən? Bacışqa. Mən də yaxşıyam. Bacışqa izləmisiniz filmi? Təxminə filmini. Dünən. Yes. Podkast üçün. 100%. Necə buna kimi izləməmişdiniz? Yo, izləmişəm. Yadımdan çıxıb axı. Yaddan çıxıb təkrarlamaq üçün. Həmişə uşaq vaxtı onda gedirdi də belə fraqmentləri. Prosta dedim ki, belə qoyum podkast üçün. Mən bəyəndin filmi? Yox. Niyə? Ancaq kino haqqında danışaq. Təxminə kinona təxminə yoxsa təxminə və Zaur. Təxminədir filmin adı. Bunu da bu ara çox səhv salırlar. Təxminə Zaur zət yoxdur. Prosta təxminədir. Zaur da kimmiş? Feminizm. Zaur da kimdir? Mən bəyənmədim. Birincisi belə 93-cü ildə çıxdı da bu film. Mən anadan olan il. Yəni daha yaxşı çəkilə bilərdi o film elə bir ki. Keyfiyyət olaraq elə deyirəm, belə Rejissor təzəlli. Heç girməyək. Amma ki 93-cü ildə baxmadı. Yəni nəticə təzə dağılıb. Kino çəkməyə təzə Bir də ki, Yox, kino çəkməyə təzə icad olmuyor. biraz daha yaxşı. Mənə elə gəlir ki, YouTube-da orada çox kəsilmiş səhnələr var. Biraz ona görə də bəyənilmir. Yəni orada açıq səhnələr kəsilib. Adına klassiklə girə baxaq full versiya. Hə, full versiyasında məncə bəlkə daha çox bəyənə bilər. YouTube orada qoya bilmir də hər səhnəni. Birinci o, ikincisi ki, ssenari pis deyil. Amma yəni aktyor oyunda yaxşıdır, fikirləşirəm. Hamı yaxşı oynayıb öz rolunu. Çox yaxşı oynayıb. Hə, məncə də. Çox yaxşı oynayıblar. 100% Zaurun maması. Zaurun maması vəbşə bütün yəni 100% doğru. Siz belə orta statistik mama, orada da yeri var, deyir. Xəbər olur ki, oğlu gedir Moskvaya, qızın dağılacaq. Deyir ki, cəhənnəm o gedər soyuq dala paltovu, qarqışda edir, amma eyni zamanda da belə deyir ki, arkasına su dökür ki. Moskvaya gedirəm güləşməyə. Məni gic yerinə qoyub. Bilirəm ona güləşmədi. O aferiska televizordan göz eləyən kimi ağlını itirir. Durur qaçır dalca. Cəhənnəmə get. Bir də gözüm səni görməsin. Bir də bu evə qayıtma. Bar plaşlı geyə yaramaz, oralar soyuq deyə Bakıdır. Əsmət xanım, sizin sevdiyiniz obraz hansıdır filmdə? Filmdə təxminən rəfiqəsi. Mədnə. Hə, Mədnəni çox sevirəm. Mədnə 2-3 dəfə ancaq görürük. Okey, amma ki orada mənəvi dəstək hiss olunur məncə. Bir obraz olsam Mədnə olardın, hə? Olardı. Sən? Orada. Təxmin edən bir obraz olsam bir filmdə. Kim özünü yaxın istəyirsən? Fikirləşim. Zaurun maması. Zaurun dədəsi. Vecisi sən Heç pulla. bilmirəm kim olaram. Məncə elə orada ən yaxşı Spartak personaj. olarsan. Məncə Yox, Spartak. elə sən düz deyirsən. Orada normal personaj varsa elə Mədənədir. Mədnədir. Sən Təknərdə oynayan dayı. filmin sonunda bir dənə dayı Bir dənə özünü normal təknərdə oldu da. oynayır. Ruslan da onu bəyənmiş. Mən amma məncə Spartak olardım, məncə. Sevdim o obrazı. Spartak, hə. Yəni kimisə Azərbaycanda adı Spartak var, yəni eşitmisiniz siz? Çoxdur əslində. Elə deyəsən bir dənə o filmdə də. Amma Mən qəşəng o adı da qəşəng amma fikirləşiblər. Çox qəşəng addır. Amma mən o adını heç Qəşəng kimi yəni eşitməmişəm bu vaxta qədər. Maraqlı gəldi ki, bəlkə o vaxt elə adlar var idi. Amma mən eşitməmişəm şəxsən. Bax indi bu filmdə sizcə cəmiyyətə, insanlara nə anlatılmaq istənilib? Verilən mesaj nədir? Mən fikirləşmirəm, hansısa bir hər bir filmin bir mesajı var. Yəni prosta da filmdə çəkiblər, kitabdan özdə. Prosta yəni mentalitetimiz də insanların öz həyatını yaşaya bilməməyi, zəif olması, yəni məncə Zaur zəif bir insandır. Yəni xanımı sevir. Ha prosta yəni onun dalınca gedə bilmirdi. Onunla olmaq
istəyir, amma eyni zamanda başa düşür ki, ana oradan, ata oradan. Onu da manipulyasiya edir. Ana deyir ki, atan xəstələnib. Eyni sifətlər var. İndi də eyni söhbətlərdir. Var. 93-dən bu yana heç nə Necə dəyişməyib. olursa bu manipulyasiyalara daha çox kişilər gedirlər, daha Qadınlar düşünmür. Qadınlar heç çox Düşünmür. Çünki düşünmürlər. qadınlar bilir o manipulyasiyanı. Kişilərin başı çıxmır. Qadınlar biz uşaqlıqda o manipulyasiyaları özümüz eləyirik. Ciddisən. 100%. Qadına deyirsən ki, yaxşı deyil o oğlan, nə bilim, atan xəstə düşdü, anan xəstə düşdü, evlənmə onunla məsəl üçün də. Qadın deyir ki, ay yox, gedəcəm, eləyəcəm. Axırda nə olur? Təbii ki, oradakı kişi Yenə kişi nəticəsinə yenə də kişi xoşbəxt olduqda, yəni olmur, hər kaş baxımdan eşidərdi. Allah kişiyə qalsın. Kişilər günah Ümumiyyətlə fikir vermişəm ki, doğrudan da o deyirlər həmişə qadın, kişi daha çox sevməlidir qadın. O söz elə belə deməyiblər. Ümumiyyətlə mən bax, yəni bu yaşa gəlmişəm, necə qalmışam, 32 yaşım var da, belə ətrafıma da baxıram. Məncə kişi həmişə qadını çox sevməlidir. Çünki aşiq olan qadını görürsən, çox özünü alçaldır. Çox özünü pis belə baxırsan Allah ki, eləmə də belə etməsin. şeyləri də, yəni nə olar? Və fikir vermişəm ki, əgər bir qadın bir kişi aşiqdirsə, fərqi yoxdur, 20 yaşı var, 30 yaşı var. Bütün ətraf ona desə ki, o deyil də, balaşqa, o deyil də, yəni budur, faktlarla. Onun gözü görmür. Görmür, qulaq asmır, amma kişilərin Amma kişi bir sənə bir dənə söz ki, şeydir, mamamın səndən xoşu gəlmir. Maması nəsə biraz ağız burun əysin. Dostluq, bizim o qız da o qız deyil, yəni. O qızla atnaşiniyası salam verib gedir. o qız mənə də yazıb. O qızla mən danışmışam. Mən o qızla danışmışam. Все, qoşduyuruz. Niyə Ruslan? O qız mənə yazıb, çox real tema. Tam su içən moment gülməyim gəldi. Təxminə evli olur, Zaurla da münasibətləri olur. Birinci elə bu ailə onu deyir ki, sənin evli qadınla nə işin var? Yaxşı, bu məqamda bir sual yaranır ki, bu təxminənin, bu Zaurun evləndiyi qızın ailəsi demirmi ki, bu Zaur evli qadınla gəzirdi? O ana Ay, oturur sağ ol. orada öz qızın tərifini Qızın Fira da tərifləyir. elə yaxşı qızdı. Sən demirsənmi ki, Yəni ki, bu mən Zaur nə orada oğlandı? fikrimi geri alıram. Mənim ən cringe olduğum personaj həmin o qızın mamasıdır. Yəni Fira maması. Qızın tərifləri baxıb öldürmək istirdim ki, yəni ki, sən qızı niyə bədbəxt eləmək istəyirsən? Ay qadın, sən niyə qızı görürsən ki, bu adam evə yığışmır. Sən istəyirsən ki, o ki evləndən sonra evi bu nə nağıldır? Yəni buna necə inanırlar bu qadınlar? Mən başa düşə bilmirəm həqiqətən. Varlı imkanı budur. Hə, imkanlı ailə olur, ziyanlı Amma ailə özləri də, olur. amma özləri də pis deyirlər də Deyirlər, bu arada. Spartakın özünün də qəşəng imkanı var, Spartakın atası özünün- anası. Yes. Bağzadı. Spartak demirmi ki, bu Zaur heç yaxşı oğlan deyil, mənim bacımın nə işi var bu Zaurla? Mentalitetdə demir bir də, yerə kimi da. də kişilərə işləmir. Ancaq mən də onu deyirəm, ancaq qadınlar üzərində qurulub ki, qadınlar əzsinlər, yəni kişilər heç bir təsiri Və yox. qızı tərifləməyinə bax, qızım heç ara çıxmır. Aparmışdım o dəfə almağa özümə zamanənin falan uşağı şey deyil. aldım. Heç nə istəmədi. Yəni zamanənin qızım uşağı loxdur da, yəni. Başa düşürsən? Qızım sakit belə Vur kürəyini, al çörəyini, al gəlin elə. Yəni Rəngiz heç indiki qızlara oxşamır. İşi gücü elə dərs oxumaq. nə olursa da onlarda olur ha, yəni. Bəlkə də Fira bir 5 ildən sonra Zaur 5 ay maksimum. Zaur başda vaxt ona verirəm, çörək. ay sağ ol. bura gəl Zaur, tələs. Oysa təxminə necə anlayışlı idi. Oysa ki təmin edəcəm. Amma təmin də adamı əsəbləşdirir. Oy, hə. Hər iki sözdən bir kişi adı çəkir. Muxtar belə getdi, Spartak elə getdi. Uspokойся da женщина. Yəni də, biraz şeydir, güzəştə Zaur görüşü getmək qısqanır, artırır, edilir. Kontaktda təzə əlavələri var. Nədir? Dostlarımla danışmağa da ixtiyarım yoxdur mənim. Həddindən artıq çoxdur dostlarım. Yəni də görsə ki, qısqancdır da bu. İşdən gəlib bu dostlarla danışmaya bilərsən də. Amma mən yeni dostlarla danışmayım. Hə, Dostlar da hamısı kişidir, mən nədən hə, başqa? hamısı da kişidir. Elə eləyir də, telefonla danışır. Zaur da gəlir deyir ki, işdə danışıb doymadınız. Bu da deyir ki, ey Zaur, bəs sizdə insan varsa deyə mən dostlarımla danışmayım. Hə. Sonra Zaur yanında ola kişinə rəqs eləyir. Hə, hə, Hansı hə. rəqsi? Moskvada olanda, Peterdə Hə, olanda. hə, gəlir çıxır, Zaur kişi özdə ilə. riski gəlir yoxsa necə gəlir? Yəni bunları elə bir ki, basqın basanındır eləyir, gəlir, görür ki, ha şeydir, Muxtarla bunlar rəqs edirlər yəni nəsinsə. Sonra maşında buna deyir ki, Zaur sən məni qısqanma, qısqanmaq zəiflikdir. Sağ ol. Hər 2-3 sözlə bir kişi adı çəkir. təxminə şeydir, bildiyin o private profili bir günlük public edir, sonra sənin üçün təzədən private edir. Bildiyin odur. O artırır, все. Təxminə o deyir ki, mən də həyatımı yaşayım, amma mənlə də ciddi münasibət istəsinlər. Var elə qızlarda, yəni qızlar biraz heç Ciddi olmasa münasibət rola istədiyinə girin emin də. miyiz? O da bir Təxminə istəyirdi. Yəni Məncə sən təsəvvür ki, istəyirdi, Zaur sevirdi gedəndə hə, Zauru, sirroz olub öləcəksənsə, biraz uyğunlaşa bilərdin də. Tema bizə nədir? Adam var
Doğrudan gələcəyə fikirləşmək, yəni o şey deyil, necə deyim sənə, bu pis bir şey kimi də götürmək olmaz, bunu yaxşı bir şey kimi də götürmək olmaz. Yəni, sadəcə bu adam anı yaşayır da, bilmirəm, indini fikirləşir, xoşbəxtliyi fikirləşir. Xoşbəxtliyi. Yəni bu adam bu dəqiqə xoşbəxtsə var, bu adam məqsədinə çatır. Təxminən o da deyildi. Nə anda xoşbəxt deyil. Dəqiqə başı ağlaşma qurur ki, sən də məndən gedəcəksən. Sən də mənim deyilsən. Mən öləndə, mən olmayanda. Xoşbəxt deyil də, yəni başlayır drama queen-i eləməyə ki, sən necə alsın o enerjini bildiyini. Hə də yəni sən bu qədər drama queen-sənsə. Qəşəng bir dənə təxmin edə sindrom yapışdırırdıq. Neydi o? Stereotip qadın deyirlər buna bu arada, stereotip qadınlar. Mən o detalları bilmirəm, yalan deyirəm. Biraz ətraflı izah elə, stereotip qadınları. Yəni həmin qadınlar diqqəti çox sevirlər və toksikliyi, xaosu çox sevirlər. Yəni ki, xaos, sakitlik, elə mən haqqımda danışırsan, davam elə. Sakitlik, sakit həyat heç onlara uyğun deyil. Yəni istəyirlər ki, sakit evlilik falan belə şeylər istəmirlər də. İstəyirlər ki, nəsə bir intriqa olsun, kimsə tərəfindən qısqanılsın, dalaşsınlar, nəsə barışsınlar, təzən uzaqlaşsınlar. Bir müğənninin həyatı bu yəni. Qalmaqal, show business, kiməsə yox, ilişkidə deyil. Yox, yəni amma bunu təxmin edə bilmədim, uyğun gəlirmi, yox. Uyğundur, niyə ki, daim bir şey yaradır da, kişilərin məncə heç indən bilə-bilə yaratmır deyə məncə o. Hə, bilə-bilə. Təbii ki, bilə-bilə. Ay səni təxminə. Deməli sən də stereotipli qadınsan. Qadınların ətrafında belə əks cinsin nümayəndələri çox belə fırlanır. Onlar da o diqqətdən çox xoşları gəlir. Biraz elə bir təxmini ağılsız idi. Elə bir ki, bu hərəkətlərin nəticəsinin nə olacağını tuta bilmir bu insan. Ki sən duracaqsan, kişilərdən danışacaqsan, dostların olacaq, yeməklərə gedəcəksən, nə edəcəksən və fikirləşsən ki, zar buna okey olacaq. Ola bilərdi əslində. Niyə ki, ola bilərdi? Yox, elə deyil də, xasiyyəti elə deyildi. Zarda tema bir sənədir. Adam heç vaxt anı yaşayamır bilir. Həmişə bax fikir versən nə olsun, istəyir yataqda olsun, istəyir çöldə olsun, dənizin qırağında. Bu adam fikir çəkir və bəlkə overthink eləyir. Öz-özünə danışır beynin içində. Anı yaşamır. Sən də indi bu hərəkət elədim, görən soluna. Eləmisən bir onun keyfini çıxartdı, indi heç olmasa da. Hə, gəlirlər bağa istədir ki, biz bu bağa sən bu bağa necə gəlmisən, necə girişi bilirsən, nə vaxt olmusan ki bu bağa. Görmüsən qapı bağlı. Gir kullanma. Əylən də. Bu vaxt Elə deyir. O da deyir ki, yeyib-içmək var idi. Yeyib-içmək var idi. Spartakın ad günü. Bu detalları verməsən bacım. Bəs sizcə təxminən vəbşə bu ya Muxtar, ya Spartak, ya da başqa kişilər, adlarını çəkdiyi kişilərin sizcə münasibəti olur? Yox, işte məsələ orasında deyil, o da yoxdur. Deyir, içim özümü yandırır, çölüm özgəni. Yəni münasibətin də yoxdur. Prosta adın çıxır, adın çəkilir. Özün də buna biraz bir şey yaradır, şərait yaradırsan. Instagramda yox ki, bir follow zat gəlsin, bir xeyrin tutsun orada. Hə, yəni niyə eləyirsən də bunu? Elə bir ki, ağılsız bir şey idi də. Amma yəni niyə bilər ki, adam sadəcə ekstravert networking qurur. Networking ola bilər bu arada ki, burada bəlkə də Instagramı təxminə düzəldəcək, qoymadılar. İndi bir dənə şey, kinoda bir replika var, məşhur replikadır. Deyir ki, həyatda qadınla kişini ehtirasdan başqa bağlayan bir şey yoxdursa, o münasibət axırda cəhənnəmə çevrilir. Məğz belədir, tam olaraq belədir. Müdürü deyir də ona. Hə. Muxtar deyir, kim deyir onu? Müdür də. Yox, heç biri təxminən tanımayan hansısa müdürü deyir. Atası tapşırıb, hə, o da deyir. Razısız fikrinə, yəni ailə uşaq yoxdursa, ailə uşaq yox, amma onu deyir də amma. Yox, ailə uşaq biraz məncə ailə uşağı bizim zəmanə yox, məsuliyyət deyək. Məsuliyyət onu çevirə bilərik məncə. Məsuliyyət yoxdursa düz deyir, yəni ki, o sadəcə ani bir şey ola bilər. Nə deyirlər artıq? Yeni bir dənə tez ol, bir dənə yeni bir ad denə flirting ola bilər. Ancaq flirting başqadır. O ümumiyyətlə heç arada flirt belə yoxdur, amma flirting ancaq ola bilər. Yəni məsuliyyət məncə mütləq olmalıdır bir münasibətdə. Nəsə siz necə fikirləşirsiniz? Cümlə bir də denə. Deyir ki, eynisini mən də deyəcəydim, ona görə güldüm. Baxın, cümlə belədir. Deyir ki, yalan danışmaq istəmirəm bu gün. Kişi ilə qadını deyir ehtirasdan başqa bağlayan bir şey yoxdursa, arada ailə uşaq yoxdursa, bu münasibət axırda cəhənnəmə çevriləcək. Bu etiraz kimi başlayıb sonra ailə də ola bilər axı. Yəni amma bu deyir ki, yəni təxminən ailə olmayacaqsan. Sən ona o gözdən baxmırsan. Hə, də yəni deyir sən onun ailə olmayacaqsan, uşağınız olmayacaq. Məncə də. Elə düşünürsüz. Amma ailə uşaq da ailə uşağı məsuliyyəti deyirik. Yox, ailə uşağı o ailə uşaq da axıra kimi çatdıra bilmirlər yəni. Məsuliyyət götürmək şeyini deyirik. Götürürlər, amma o da kişilər üçün axı onları saxlayan şey deyil, yəni. Ailəsi uşağı var, yenə münasibət cəhənnəmə çevrilə bilir, yenə pis bitə bilir, yenə boşana bilirlər.
Yəni razı deyiləm bu Zaur fikirlə. təxminən evlənsəydi. Xoşbəxt olardı. Yox, əlbəttə ki. Təxminə biraz güzəştə getsə nəsə bir dəyişiklik olsa, hə, Yox, amma belə yox. olmayacaq. Məncə yox, ona heç Yox, bir yox, qadın xoşbəxt yox. eləyə bilməz. Onsa problemli bir kişidir. Mama Zaur uşağı, üzülərdi onda. babasının bir balası. Yəni Şu evə gələndə atasından maşın alır verir. Başı orada ay Allah. manipulasiyanın pikidə yəni. Nə deyir o da? Gör belə atanın sən qədrini Qədrin bilmirsən. bilmirsən. Hə. Kişi də orada uzanıb göz can verir. Atan sənin üçün necə hədiyyə alıb? Heç elə atan könlünə də dəyərlərə vicdansız. Ruslan, sən bu barədə nə fikirləşirsən? Sualı əziyyət üçün sualı ver. Bax, deyir ki, qadınla kişini ehtirasdan başqa bağlayan bir şey yoxdursa, ailə uşaq yoxdursa, o münasibət axırda cəhənnəmə çevrilir. Sən bu barədə nə fikirləşirsən? Boş söhbətdir. Boş Elə söhbətdir. cütlüklər var ki, bildiyin, yəni ömrü boyu uşaq eləmirlər, dünyanı Uşaq gəzirlər. getmir amma söhbət. Məsuliyyət Amma götürməkdən ailədilər. gedir. Amma Ancaq ailə də etirazsız da, olmalılar. ancaq etiraz. Yəni sən buna ciddi gözlə baxmırsan. Bunu heç vaxt Ailən bununla olmayacaq bu evlənib insanlar. özünə Səncə abad bu münasibət eləməyəcəksən. axıra gedər? Amma mən istəyirəm məsələn umumda bir partner olsun, ciddi olmasam da dünyanı gəzimdə ondan yəni. Elə bir şey. Elə bir şey. Sıfırda Elə ödəniş şey də olar. eləyəsən. 50-50, 50-50, hə. Heç bir xərci olmasın. Ateli də tumanımı Yəni yusunmuşam. ay sağ ol. Nə Nasranda məndə nə səksizlik varsa o qarşılayır. Mən ondan nə Zarı səksizlik buraxın, belə. quru- quru Macəra diləyək. kimi fikirləşirəm. Maraqlı var. Yəni ki, belə bir şey gəlsə yox demərəm. Amma Ki hansı kişi yox deyə Mən yox demərəm. yox demərəm. Vallahi evə gəlirəm, deyirəm ki, ay Allah, Keş arvadım olardı, keş arvadım olardı. Hər bir şey deyirəm. Hər gün Nə dediyim olardı? evə gəlirəm yorğun Arvadım arvadım. Deyirəm olardı. kaş evdə arvadım olaydı. Allah haqqı. sən deyirsən arvadım olsun, sən deyirsən partnyorum Nə? olsun, gəzək dünya. Yox, Yəni, mən Partnyor deyirəm deyil, o Sadəcə dediyi biri partnyor var deyil, ki- arvaddır. Nə Arvad arvad istəyirsən? pulsuz arvad. O pulsuz arvad. Xərc çıxmasın da, evlənmək toy Uşaqlarım olmasın. küçədə it görəndə ona deyir, amma bax pulsuz it. Yəni xərc elə beləmir it. Ya da pulsuz arvadı da xərc elə beləmir. Evli yaxşı olsaydı qadınlar üçün hər günün axırında onu bizə soxmazdılar. Vallah. O da bilmirəm Evlilik ki. kişiləri səhv edir ki, pulsuz yeməyini, içməyini, seks. Mən deyirəm də, mən Hər şey evə hər yəni. gələndə deyirəm ki, ay Allah, kaş ki arvadım olsaydı. Pulsuz Vallahi qulluqçu. mən onun üçün hər şey alardım, verərdim. Bütün pulumu da verərdim. Vallahi Ki, tək evim tərtəmiz olsun, Səfərlər yeməyim uşağa olsun, baxır, yeməyi bişirir, qabı yuyur. Sən xatırlatma edir ki, emosional- bacımın ad günü gəlir, sən vur təbrik elə. Emosional supportda olsun. Yəni ki, bundan 100%, daha gözəl nə ola bilər 100%. ki? Bununla belə nəyə görə görürsən qadınlar evliliyə okeydirlər, çox da maraqlıdırlar, amma Çünki kişilər deyil. çoxdan beynimizi, beynimiz Disney deyir. multikləri, Hə. seriallar, Budur da kinolar, başarı axırı budur, evliliklə hə, formalıdır. Bütün baxdığımız film The End. Həyata evciyevci oynayaraq Toy, ay, gəlmisiniz, xəbəriniz var. Sən niyə fikirləşirsən ki, bax, Mən yəni şey. evciyevci oynamamışam. Sən düşünmürsən də hə ki, axırda evlənmək lazımdır. Nəyin axırında? Axır deyilən şey nədir onu bilmirəm. Ya İlişkinin bir axırında, münasibətin ilişkinin axırında. Qocalana kimi, yaxşı, Hə. tamam, okey. Qocalıb dişlərini Qocaldın, tökülənə 40 kimi. yaşın var, 50 Təşrif yaşın gəlirsə var. ağlıma yatdı. Qocalıq deyil, xahiş edirəm. Təşrif gəldi ağlıma yatdı. 50 qaldırın. 60-a qaldıraq. 60 yaşın var. Durub gəlib evlənirəm sən. 60 yaşın var. Bax təsəvvür elə ki, 60 yaşım gedirsən var. xəstəxanaya, partnyorun da səndən gəlir. Ona deyirlər ki, siz kimsiz, soyadınız eyni deyil. Evlənmək lazımdır. 60 Burada nəsə qəribə bir Bu propaganda. arada mən Onda sən demirsən xəstəxanada 60 yaşa kimi dünya turunu elədik, nə bilim nədir. Hara Hədə getdi evli deyilsiz deyirlər. necə? Hara Xəstəxanada. Xəstəxanada lap getdin polisə deyirlər ki, sizin soyadınız bir deyil. Sən ay, kimsən ay Olsun qardaş? niyə gedir yolda məsələn. Düşdün problem də, olanda da həyatda avariya oldu, nə bilim şey 1 milyon oldu. dənə şey olurdu. Elə Deyirsən, deyirsən ki, elə bir dostumdur, kapsulun içində can yaşayırsan. yoldaşımdır, Buraxmırlar da, Olmaz, buraxmır. 40 ildir bir yerdəsiz də. Çalın, Deyirlər ki, həll soyadınız eləyərik, bir həll deyilsə eləyərik. olmaz. Uşağınız varsa vəbşə, Timoli. Həll eləyərik nə tərsə. Elə olmur da. Həll eləyərik. Sən də bücüydün. Oxatan. Ətraflı düşünmürlər. Məncə kişinin heç bir bürcü Yox, yox, zavat edirəm. Конечно, hamısı fərq yoxdur nə Yoxsa bücü. hansı Hamısı bürcü? eyni şeydir. Qatılıram da Oxatan bildiyin. da olsa, qadınlar yaxşılamı kişilərə belədir, oğlan da olsa. Qadınlar yaxşılamı kişilərə belədir. Hamısının barəsi eyni, hə. hamısına mı eyni söz Sizcə deyirlər? Zaur nə bürcüydü? Yaxşı. Xərçəng. Xərçəng. Yox. Emosional, Mama uşağı, ay 100% xərçəng. Balıqlar. Balıq. Yox, Balıq. yox, 100% yox, yox. balıq. Balıq da ola bilər. Atama oxşuyur biraz. o- Xahiş edirəm bunu çəkin. Overthinkingdən o dəqiqə sonmuş balıq. Mən bütün Balıq? dostlarım- Yox, mən xərçəngdən Balıqdır. razıyam. Tam olaraq mama uşağı, drama queen. Nədir xərçəng? Ağlayım, nə anın tadını çıxara bilməyim. Fərsən onlar elə olmur. Bildiyin elə olmur. Elə olurlar axı. Elə olmur. İçdə yaşadı onu, çölə çox vurmur. Hətta içdə Yox, bu da içdə yaşayır da yaşayır Zaur. da. Çölə vurur bildiyin, çölə oturur. Vurmur, içində şey Balıq fikirləşir. yazır. Fikrini çəkir. Balıqlardır, yəni. Düzdür. Balıq Balıqdır. birdən belə xəyallara dalır, ortadan Sən çıxır balıqsan. gedir.
Ortadan çıxıb getdi də onsuz da. Zar ortadan çıxıb gedəndə ortalığı ayağa qaldırıb çıxıb getdi. Neynədi səncə? Dava qırğın Şapalaq çillə, vurdu da, şapalaq şapalaq vurdu, sonra getdi. çıxdı getdi də ki, yəni sakit getmədi ki. Yenə deyir bir dənə şapalaq vurdu getdi. Üf, Bir dənə nədir? şapalaq. Bunu da biz niyə normallaşdırmışıq? Yəni yazıq təxminə simvolikdir, doğru, fiziksel şapalaq. şiddət belə görür yazıq təxminə. Nəyin Həyatın qarşısında? şilləsi idi, Hə. doğru. Sən anama söz dedin. Anası da söz demir Niyə ha. risk görür? Anası sən Anası vurur, da hər söz gün mazq demir, eləyir. hə. ha. Anası bunu Anasına söyür, demir ha, yəni bu deyir ki, get ananın yanına. Sən o anan səni gözləyir deyir, yəni Ha, sənin anan üçün səni yəni gözləyir, heç bu- alçaq. hə. Eləysə, rədd ol burdan get. Anan səni gözləyir, alçaq. Məncə kinodadır deyən eylənçi necə ediblər? Hə, başqa dramatik sözlər də, deyiblər. hə, çox belə dramatik. Məncə ondan realda başqa şeylər Kinoda ən Ha, o da ola bilər. Kim? Zaurun maması. Var mı? Hər şeydə salda bax hər zəng vaxtı gəldi bir dənə zəng. Amma Zahrın mamasının qəşəng saçları var. Qalın saçları var. Köhnə kameraya da Vallahi başa neyini düşdüm çox orada. yo çox qəşəng. Mən görürəm ki, onun qəşəng saçları var. Axırda da Qalın. istədiyini alan obraz olur. Yes. Yəni görsən o zəngin saatını gözləyir, mübarizə aparır, axırda da istədiyini alır. Manipülyasiya gücü, Hə, manipülyasiyadakı işləyir. Onsuz da ki, yəni Zaur valideynsiz kim idi ki, heç kim. Hə də. Amma Zaur Onsuz da biraz əvvəla xülasıydı mübarizə da. aparmışdı da. Yəni gəlib ailəsinə xətti Komanda, çəkib gəlmişdi xətt təxminən. çəkmişdi. Nə, heç bir Nə yox, gəldi bu xətt bir həftə çəkmişdi. yanında yaşadı. O da xətti çəkirdi, onlara deyir ki, davay sağ olun, все. Ondan ona görə atası yataqlara düşürdü ki, işte oğlumuz bizi Nasıl tərk qayıdır elədi, da? çıxdı, getdi, nə bilim. Qayıdır. Ondan sonra qayıtmağı da biraz təxminənin bir ki itələməklə olur Okey, da. yaxşı da yəni. Təxminə də deyir ki, heç vaxt get sən ala. Onun anası ona görə zəng inanmıram heç edir. vaxt. Nə vaxtsa bir dəqiqədə olsun, yəni onun ağlından keçib ki, mən təxminən evlənə bilərəm. Hə, Onun ağlından keçməyib, keçməyib bu. keçməyib, Ciddi keçməyib. baxmayıb ona heç vaxt. İlk başdan axıra qədər. Orada bir səhnə var, evlənəndən sonra yatağında durur, deyir ki, bəs mən deyir ki, arada bir təxminəyə cəlliyə edə bilərəm də, məni kim buna görə qınaya bilər ki? Biz dost ola bilərik deyir. Dost Yəni, ola bilərik. hə, hə, Kim deyir ki, Dost mənə kimi qınaya qala bilər bilərik ki? də. Sənə oxşuyur. Mənim ətrafımda bir-iki dəfə belə söhbətlər olmuşdu. Qızlar ki, neçə il sevgili idi. Biri də əsgərlikdən gözləmişdi qaqaşı, 7-8 il. Qıza dedi ki, mən səndən evlənə bilərəm. Mənim atam hansı qızı mənə deyəcək, onunla evlənəcəm. Amma gəl ayrılmayaq da, mən səni saxlayım. İkinci ailə. İkinci ailəm TikTokda olsun. görürük hə bu Bu məsələləri. çoxdur yəni. Bu çox Hə, bunu çox hə, qızlara hə. deyirlər ki, səni itirmək istəmirəm, tipi səni saxlayım, amma atamın, anamın dediyi qızla evlənəcəm və belə. Saxlayım özdeyi. Hə, ikinci ailədə elə yazılır. Mən TikTokda İkinci gördüm ailəm olsun. mesajlarda. Allahım, yəni pullar olsa adam yanmaz ev. Yox. Deyil, yəni maksimum. Pulları da olsa yox. Elə oğlanlar var ki, evlənir başqa qızla. O qızı da rahat buraxmır. Deyir sən evlənsən, sən ki başqa kişi ilə görüşsən, səni öldürərəm. Səni öldürərəm. Gedib o sanki öyrənir ki, kimləsə nişanlanıb, gedir oğlanla görüşür, danışır ki, mən ona yatmışam, durmuşam, nəsə eləmişəm. Lap yalandan, lap ciddidir. Yəni nəsə belə şeylər, belə qədərlər də var. Yəni ailəsi buna qoymur bu qızla evlənsin, amma o qızı da imkan vermir İmkan ki, vermir ki, həyatını həyatını yaşasın. yaşasın. İndi məsəl üçün biz öz günümüzdəki kimi dəyərləndirək. Təxminə gəlir, məsələn, Firaya deyir ki, bizim belə bir münasibətimiz olub və s. Nə yaşanardı sizcə? Fira bilirdi onsuz da. Firoz da bilirdi. Bilirdi, Onsuz elə da şey bilirlər. olardı. Çox vaxt bilirlər Anası bilir, Firalar. Fira, Çox hə. vaxt Hamısı Firaların bilir. xəbəri olur ki, bundan öncə bir təxmin Zaur olub. reaksiya verir. Mr. Big də. Zaur nə reaksiya verir? 80-də Natasha ilə Mr. Big. Natasha bilirdi ki, Kerry var, Big hə. Kerry ilə gəzir eləyir. Amma onlarda indi biraz Gəzir başqa eləyir, yox, cürdür də. gəzib. Yo bilirdi ki, Gəzdi. bilirdi ki, Sonra deyir- bilirdi, yo, gəzdi. Şübhələnirəm deyirdi. Orada deyir, mən bilirdim, o şübhələn. gəlir evində deyir tutur orada ona. Kerini, deyir ki, mən onsuz da Şübhələndim ki, şübhələnirdim. şeydir. Amma Sizin mümkün deyil, münasibətiniz hansı var. bir qadının evində yaşadığı kişinin başqa qadınla gəzdiyini tutmaması çox absurddur. Mümkün deyil. Yəni ki, kişilər o qədər ağıllı deyillər. Birincisi ondan başlayaq, fayt eləyirlər. Yəni Şübhələnirsən də. maşındakıdan belə tutursan Maşındakı ki, sizin başqa yanın bir şey altında var. ikinci telefon zat. Yox, qoxudan belə tutursan ki, o 100%, deyil də yəni. 100%. Milyon Yes. faiz o mümkün deyil. Mən böyük danışmayım. Şübhələnərəm, amma tam da tutmaram da. Yox, ki, hamı hə. tutur. Şübhələnmək olar, Şübhələnmirsən minik artıq də. ya 99% İstəmir okeydir. heç, yəni tutmaq deyir, hə, cəhənnəm ol. Başım bırax. Hə. Enteresan. Bu barədə bir şey danışaq. Çox da yaxşı da yalan danışa da bilmirlər. Qadınlar yaxşı yalan danışır. Sağ ol o qədər. Biz çox çünki uşaqlıqdan öyrənmişik. Tutmaya onu. bilərəm, hə. Bu arada yəni ki, Sağ ol. Tutmaya bilərəm. mamam gildən ki, yadıma gəldi ki, uşaq vaxtı çünki heç nə icazə vermirdilər bizə. Çox konservativ bir ailə idi də. Yəni yenə dəhşətli dərəcədə deyildi, amma məsəl üçün hətta məhəlləyə belə çıxanda icazə alırdıq. O dərəcədə ki, mama nə olar, qoy çıxım yan məhəlləyə ya. Yəni bu məhəlləyə yox, o bir məhəlləyə oynamaq Qonşu belə icazə məhəlləyə. yox idi. Ona belə icazə yox idi o dərəcədə. Nəsə bir bəhanə ilə falan bir yalan necə o avtomatik adrenalində necə o yalanlar üretilirdi bilmirəm. İndi qayıdaq kinoya. Təxminən sizcə yalan danışıb orada? Yox. Heç olmurdu.
olmayıb yəni. Təxminə yalan danışmaq ehtiyacı görmürdü. Dedi ki, budur belədir, qəbul elə. Mən beləyəm. Hə, belədir, qəbul elə. Qısqanma, Zaur, qısqanmaq zəiflidir. Sən mənə inan. Elə deyirdi. Zaur da belə baxsaq, Zaurun da belə ciddi bir yalanları olmuyor. Zaur da yalan danışmır və onların münasibəti kənardan müdaxilə olmasaydı davam edə bilərdi. Sadəcə Zauru o qədər bezdirirlər ki, yox, düzgün deyil və s. və s. O gəlir onu da istər-istəməz təxminəyə yansıtır. Təxminə də deyir ki, hə, yəni mənim həyatım belədir də. Başdan Zaur bilirdi ki, bu insan belədir. Buna yaxın durmamalı idi əslində. Çox qəşəng idi amma, çox gözəl idi. Təxminə çox gözəl idi. Çox qəşəng. Gözəl. Yəni o dövrün standartlarından, hətta indiki standartlardan belə çox gözəldir. İndiki zamanı indiki standartlardan belə çox standartlarına görə də gözəldir. Çox gözəldir. Əslində kinonun bizə çatdırmaq istədiyi belə bir də fikir var idi ki, təxminə orada o insanların heç birinə münasibət yaşamır. Sadəcə çox gözəl qadın olduğu üçün və onlarla, onlarla dostluq qurduğu üçün və çox gözəl bir qadının kişi ilə dostluğuna inanmadıkları üçün deyirlər ki, deməli bununla da gəzir, onunla da gəzir, belədir, elədir. Yəni əslində sadəcə Zaurla münasibəti olur. Yenə deyirəm, bizə uşaq vaxtı çox niyə ancaq dramatik ya seriallar ya kinolar izlədilib. Biz onu niyə baxırdıq? Uşaq vaxtı çox dəxlici şeylərə baxırdıq. Yəni təminə Zauru qoyuram qırağa. Solidat serialı var idi. Yadınıza düşür, Space TV-də qız sekretarşadır, öz müdürü ilə, müdürü də evlidir, kısaca toja özündən böyük yaşlı bir qadınla. Nədir ki, qadın ona kömək edib də, o biznesdə, qarşıda qadın vardı. Bu da qızdır, cavan qızdır. Tipa belə başa düşürəm ki, bakirədir, nişanlıdır, belə əsl konservativ ailədəndir qız. Gəlir bununla düzəlir, işə düzəlir bunun yanında sekretarşa kimi. Bunlar başlayırlar sevgili olmaq. Uşaq vaxtı mən baxdığım şeylər klon yaxşıdır. Və həmin o analar da indi deyirlər ki, indiki uşaq cavanlar uşağa baxmırlar. Uşağına telefon verirlər. Biz televizorda Yaprak dökümü, Aşkı Memnu. Hamısını podkastında eləmişik. Aşkı Memnun'da danışıq, Yaprak dökümündə danışmışıq. Yəni biz buna niyə uşaq vaxtı baxmışıq? Yəni mövzu budur. Əziz analar, əziz 50 plus analar. Amma pis olub, həyatı başa düşmüşük. Bax, Ruslan həyatı başa düşməyib. Nəyi? Həyatı başa düşməyib. Yaxşı şeylərə baxmışam. Çox yaxşı idi. Baxmayıb heç də başa düşməyib. Kişilər adətən belədir yəni. Biz amma baxmışıq, analiz eləmişik. O zaman nə bilim, yaşım uyğun olmayan Mortal Kombat belə silahlı milahlı şeylər olmuşam. Onunla ola bilsin biraz. Məncə problem bundaymış. Oxunan uşaq vaxtı bizdən oturub seriallara baxmayıblar deyənə. Başqa kişilər baxmırıq elə seriallara. Kişilər xudojna literatura, bədii ədəbiyyat oxumurlar. Ona görə empatiyaları yoxdur. Onlar üçün maraqlı deyil bir personajın mən özümü onun yerinə qoyum. Bizdə var da yoxdur onlarda. Nə seriallara baxırlar onun üçün, nə də ki kitab oxuyurlar. Ona görə də emosional zəkaları yoxdur. Amma belə intellekt olaraq pis deyillər, yaxşıdırlar. Silah-milah pis bilmirlər. Laf da şey eləmirik sizə. Silah-milah, UFC. Hə, UFC zad bilirsiniz, amma emosional zəka sıfır, empatiya sıfır. Zaur da xəstələnəndə, təxminə xəstələnəndə onu bilirdi, görəsən ki, xəstə. Zaur balayında olur. Bəs bilsəydi gələrdimi? Gələrdi. Axı Mədinə deyir ki, təxminə xəstələnib, içir bütün günü. Ona olmaz. Yox, böyrəyi nəsə problem var. Böyrəkdə ciyərdə nədir? Deyir orada. Ciyərində deyir problem var. Deyir, amma Zaur da nəsə elə bir gəlmək istəyirmi, nəsə zəngələmək istəyirmi? Deyir gedim balayına gələrəm, yığaram onu. Belə bir şey öz ağlında. Zaur. Təxminən halı pisdir. Nə olub ana? Özü də bilmir neyinir. Siz gedəndən bəri dəli divanə kimidir. Qorxuram özünə bir şey eləyə. Qorxmuyor. Görürəm oturub divanda musiqiyə qulaq asası içir. Bir şüşə konyak tək başına içdi. Daha bundan yaxşı nə ola bilər ki? Çünki overthinklikdə yəni bilirmiş, gəlməyibmiş. Tam olaraq xəstə olduğunu bilmir, sadəcə bilir ki, pisdir. Hə, deyir, hətta təxminə də içir, o da bədbəxtdir, əlbəttə falan belə deyir də, yəni. Xoşbəxt deyil, əlbəttə xoşbəxt deyil. Hə, belə də olmalı. Ağlayır zad, belə bir şey. Düşünür, yəni ki, ayrılıqdır da, ayrılmışıq, belə də olmalıdır. Amma belə lap xəstə düşməyi onun balayı dövründə olur. Onda Spartak dərmanlarla gəlir kömək eləyir. Hətta köhnə əri gəlir təxminəyə kömək eləyir. Doğrudan, köhnə əri də. Mədinə hamısını danışır da. Zaura ki, bəs Arif də gəldi kömək elədi. Spartak sağ olsun, nə yaxşı oğlandı deyir. Gətirdi onu dərmanlar verdi. Zaur bomba oğlandı da heç. Zaur bomba oğlandı balayındadır. Qızı bu vəziyyətdə. Amma zəng gəlsən bu şəxsi narahat eləmir. Yəni onu belə çıxıb ki, Spartak green flag imiş. Hə. Belə çıxır. Spartakın sən Vitfasonu gördün. Məncə onda yaraşıqlıydı. Yəni bir Fəxrəddin Manafov deyil, amma pis deyildi o aktyor. Nəsə tam güvən vermir. Mən deyirəm, Vitfasonu mən deyirəm ki, nəsə belə Amma ki bir qadının ən zəif biləncinə
halında bir yardım edirsə, məncə o qırmızı flaqdır Ola yəni. bilər. Bəs orada bir səhnə var. Zaur maşınla keçir, yanından Spartak maşınla keçir və yanında bir qız olur. Çapqın Spartak. Bu da deyir ki, o təxminə idi, təxminə Gedir yoxdur, görə bilmir, təxminə gözlərlə idi. görmək istəyir, amma görə Qayıdır, bilmir. maşını sürür, gedir. Axırda görə bilmir, dayanır, əsəbləşir. Sizcə o təxminə mi idi, yoxsa deyil Xəstə miydi? vaxtı idi da. Təxmin Məsələn, o olur. Dedi də, onun qayıdıb dedi ki, bəs sağ olsun Spartak aparıb gətirirdi də. Məncə elə onu görmüşdü. Xəstəyə vaxtı səncə? Sizcə siz necə düşünürsünüz? Təxminə idi o qız maşında Yox, lap o təminə olsun. Hə, gördün o maşında oturub. İyi. Sən o şeyləməyə hazırlaşırsan. Bütün dedikoduları düz çıxarır da onun üçün. O hazırlaşmırdı. Onu ürəyə partlayırdı. Həmin moment bayaq indi Hə, onu görəndən sonra dedi ki, mən onu görəndən sonra, indi o andan sonra dedi ki, mən Hə, ondan sonra dedi Anası ki, artıq gəldi, dedi mən ki, nə mən qədər eləmək belə istəyirəm. paranoyak yaşayacağam da, mən hər dəfə belə şübhələnəcəm, mən narahat yaşayacağam. Gəl anasına deyir ki, həvəsli bəsdir denən görücülərimə gəlsinlər. Elə deyir də, denən görücülərimə gəlsinlər. Hə, Firaydır. Gəlsinlər, hə. Çəçidir. Amma mən bilmirəm, o səhnə bayaq papa ilə də danışırdıq. Dedim ki, o səhnə şey üçün deyildi ki, təxminən Spartakla sevgilidir ya deyil, nəsə onu göstərmək üçün deyildi. O bəlkə də başqa qız idi. Sadəcə Ola göstərir bilər, ki, Zaur özündən bezir. Öz düşüncələrindən bezir ki, yəni uca təslim olur da o düşüncələrə ki, Mən nə demək qədər ki, fikir çəkəcəm. mən nə qədər bu cəmiyyətin dediyini Yordu düşünəcəm. evcədir. Hə, yorur bu münasibət. Kişilər bu boyda sevgidən bir dənə orada deyir ki, hə, bu məni yordu, əl çəkə bilirlər. Görsən, hə, bir prinsipial da belə beyinlərindən. Xətrimə də dəydi bomba kimi. Toksikliklərlə. Nə xətrinə də. Yəni Anasına söz deyir illərlə axı orada. yaşayırlar. 100%. Hərdə Yox, qalırlar. o anasına söz deməyinlə də belə qurtarmır o münasibət. Amma o yerdə deyir ki, vəsyoda bu məni nə qədər bezə yoracaq bu münasibət. Mənim vəsyo Ya gözündən heç görmür, amma deyir ki, oydu. Oydu, sonra mən məntiqi ilə deyir ki, qurtardı getdi, mən gedirəm Boynuna qoyur. evlənməyə. Amma təxminən eləyir, gedir Həmişə içir sirroz olur. Özlərini seçirlər, yəni nə olur olsun özlərini Genel seçirlər. konuşmayaq da. Həmişə. Genel konuşmayaq. Bayaqlar onunla Genel danışdım ki, mən konuşmayaq da. evlənmək istəmirəm. Şeydə özü seçirsən də, onun üçün Əlimdə heç şansım bir var, şey seçsəm də niyə eləmirsən. seçməyim? I got options. Təxminə də gərək özünü seçərdi qızlar ümumiyyətlə. Hə, özünüzü Kimisə seçin. uğruna Həmişə sirroz özünüzü olacaq seçin. Pul qədər. yığıb gedər, Mədinə onun dostundan. Mədinə, hə, Mədinə hə. dünyamdan Sirroz dediniz, düzdür, indi Zaur təxminə ilə evlənmədi. Təxminə də belə dərddən də başladı işdən içməyə. Amma eynisində şey demiyorlar da, Amy Winehouse. Evləndi də, boşandılar. Kişinin dərdindən öldü də. Öldü İkisi yəni. öldü. Mən də onu deyəsədim də, yəni xoşbəxt olası deyildilər. Qadına yəni. yaraşmır ya sevmək, Allah haqqı. Yaraşmır. Həqiqətən Allah haqqı yaraşmır qadına sevmək. Yəni qadına yaraşmayan bir şey var, o Qadın da sevməkdir. sevməlidir. So. Biraz canını sevə bilər. Demirəm ya, ancaq belə nə bilim, vəbşə hiss olmasın qarşısındakı kişiyə. Amma Sirroz olacaq qədər qadın sevmir. yəni ayısı ol, sirroz qədər olmasın. Ümumi Dodaq yeri nəticəmiz nə oldu? Qadına sevmək yaraşmır. 100%. Yaraşmır. Ümumi Sevilmək yaraşır, nəticəmiz sevmək yaraşmır. gəlin biraz da TikTokda mən çox tez-tez görürəm. Qızlar özlərini təxminə ilə müqayisə edirlər, özlərini təxminən yerinə qoyurlar və o məsəl üçün cəmiyyətin təsdiq etməyəcəyi tərzdə həyat tərzi olan qızlar və ya nə bilim boşanmış xanımlar deyir ki, mənlə sevgili oldu, getdi, anasının dediyi qızla evləndi, mən təxminəyəm o Zaurdur falan. Sizin sevgililəriniz Zaur deyil. Zaur belə hətta mübarizə aparır. Hətta yəni ailəsinə xətt çəkir, gəlir təxminən evində yaşayır. Siz də təxminə deyilsiniz, çünki siz hətta oğlana uyğunlaşırsınız. Onu qısqandıracaq, Yes, onu yes, narahat yes, edəcək yes, şeylər yes. eləmirsiniz. Yenə tərk edilirsiniz. Təxminə onu da eləmir. Heç bir şey fədakarlıq eləmir. Deyir ki, belədir, budu qəbul elə. Eləməyəndə də kədərlənir, öldürür özünü, neynir falan falan. Lazım deyil yəni. Təxmin olmaq da lazım deyil, nə də ki gedib sirroz olmaq falan da lazım deyil. Çox Belə emosiyalar böyük də zaten. danışmayaq, amma şeydə yəni eləməyək də bunu özümüzü onlarla müqayisə eləməyə, özümüzü onlara bənzətməyək. Amma adam nə qədər içmədi ki, sirroz olsun. Ay Allah, yaxşı tamam. Böyük danışmırıq, qınamırıq. danışmırıq. Dinləyirik amma qınamırıq. Dinləyirik, qınamırıq. Məncə nəsə o bir ayın içində olmurdu. O nəsə problemi olur. Məsələn, həkim deyir ki, sənin cibində problem var, çox içmə. Hə. O başlayır bir həftə, 2 həftə, Təxminə də bu yeyib içən qız olur da Bu onda. intihar Əvvəl də sayılır var amma. imiş də nəsə yeyib Yeyib içən içən qız qız olur, olub. hə. Hə, indi də prosta xəstədir. İçə Çünki içə. balayı nə qədər uzun çəkə bilər ki, bir zəv bir həftə. ayda, bir ay, İki həftə. lap bir ay orada olsa, bu da bir ayda xəstə düşsə, hər gün içsə, Onu deyirəm də anı düşünür. İçmə hissi içir də, sonra ölərəm, ölmərəm, fikirləşmir bu arada. yox o intihar edir onu. Yo, intihar edir. Bilərəkdən onu edir. Yo, bilərəkdən onu edir. Anı yaşamır o. Deyir ki, O, əfsus sonra Zaur yaşamaq getdi, istəmir. evləndi. Hansı ki təxminə bilirdi onsuz da bu belə olacaq. Özü ona deyir ki, bax gəlin çıxır qapıdan falan, Zaur sənin üçün də belə olacaq. Hətta bilir ki, Firanı onu almaq istəyirlər. Deyir ki, hə, Qəşəng, eşitmişəm hə sənin qəşəng arvadı var nişanlın ondan. deyir, nə deyir ki, Gələcək yəni belə arvadındır. mələikədir, gözəl qadındır. Bilirsən bunları da, amma nəsə biraz başqa cürdə
nəsə gözləyirsən. Bəlkə bu belə qəribə. sözləri atır ki, görüm Zaur deyirmi? Yox, Hə. başım bırak, mən səndən evlənəcəm. Hə, Amma Zaur Zaur yox demir. deyir. Amma deyir də yəni ki boş-boş danışırsan falan belə deyir də demir səndən evlənəcəm. Çox pis şey. Nə pis şeydir. Kimisə həyatın tam mərkəzinə qoymaq, o gedəndən sonra yox olmaq. Çünki Zaur ona söz vermir ki, mən səndən evlənəcəm. O da var. Yəni Zaur şey deyir. Zaur just vibe nə bildin onu. Hə, yəni indi filmlərin sonu belə dramatik bitsin deyə elə eləyə bilərlər ki, hə, orada intihar elədi, bu burada intihar elədi falan, amma yəni ki biz onlardan nümunə götürməli deyilik də. Bizim başqa həyatlarımız var. Baxın, eləməyin. Hə, hə. Dinləyin yargılayın. Baxın, tətbiq eləməyin. Baxın, evdə denəməyin biz. Dedi. Məncə sevmək hamıya yaraşır, amma düzgün eləmək lazım. Yəni çox belə qapdırmamaq lazım. Qədərində, hər şey qədərində zor deyil. Yəni qədərində. Qədərində amma birinci özünü sevməlisən də. Yəni o qədər özünü. Hə, o qədər içində o da var yəni. Özü də qədərində sevmək istədiyi də qədərində. Axı ki bu qədər hər şey sevəcəm. qədərində zordur. Vallahi hər şey qədərində. Çox sevməyəcəm. Belə şey yoxdur. Çox sevməyəcəm demə də, yəni qədərində. Deyim, bizə məntiqi çox da belə üstünə keçməsin bildin. Emosiya məntiqi çox da şey eləməsin. Bu dostluq münasibətində necə olur? Bax, bir adam görsən ki, sənə falan şey eləyir, sən də bir addım qabağa gəlirsən. O sənə nəsə eləyir, sən də ona eləyirsən. O sənə nəsə eləmir, sən də eləmirsən. Bax, bu məncə sevgidə də elə olmalıdır. Bəli. Baxın, məsələn, Təxminə və Zaurdan misal götürək də. Təxminə artıq nə edir ki? Sadəcə içində çox sevgi. Təxminə görür ki, okey də bu qaqaş getdi, həyatını yaşadı. Sən də subay qadınsan, boşanmısan. Yəni ki, həyatını yaşa, işin gücün var. Qəşəng qadınsan, ikinci dəfə evlənə bilərsən, üçüncü dəfə evlənə bilərsən. Dostlarım da dostlarım olmayacaq, başqası olacaq. Başqası sənlə evlənəcək. Əgər evlənmək sənin üçün yəni prioritetdir. Mən heç onu eşitməmişəm ki, Təxminənin ağzından ki, onun üçün evlənmək bir prioritet olsun. Elə bir şey yox idi. Hə, yəni sadəcə istədi ki, Zaur mənim yanımda qalsın da. Sadəcə o deyirdi ki, Zaur məni onlara satdı. Heç Zaur axırda soruşur ki, kimlərə nə? Heç Zaur başa düşməyib tema nədir? Ki, yəni nə olub ki, nə deyir ki, Zaur məni onlara satdı. O orada bir ki, sınmışlıq hiss eləyir, ona görə də biraz kədərli hiss eləyir ki, məni seçmədim, onları seçdim, onları seçdim. O evlənmək zət istəmir də, məni seçsin, mənim yanımda qalsın. Çox pis hissiyatdır o. Nə? Seçilməmə hissi. Oy hə. Oy hə. Amma biz yaşamışıq. Yox, amma biz onu kiməsə qarşı edirik də. Amma biz ikimiz seçmirik. Yəni təkcə bizə də onu edirlər, biz də kiməsə onu edirik. Yəni həyat belə bir Seçilməyi yerdir. gözləyirsən, məsələn, atıranda bir dənə yarışma var, fikirləş, belə şeylər tələb edirlər. Hazırlaşırsan, şey eləyirsən, səndən bərabər də nə qədər adam gəlir, seçilmirsən. Yəni avtomatik olaraq o seçilən kimdir, baxırsan, hə, sevinir. Sən də belə. Amma həyat belə bir yerdir də. Yəni həyat belə bir işdə olsun, sevgidə olsun. Biz kiməsə yox deyirik, bizə kimsə yox deyir. Yəni də bu filmdir deyə bunun biraz sonunu dramatikləşdiriblər ki, başrol obraz da intihar eləsin öz üçün. Hə, indi amma bir dənə bir məqamı da danışaq ki, 93-cü ildə də bu təxminəyə pozğun gözü ilə baxırdılar. İndi də bu filmi izləyirlər. İndi də eyni yanaşmalar, eyni də heç bir dəyişiklik yoxdur. Nə düşünürsüz bu barədə? Məncə biraz dəyişiklik var. Ya da göz kapsullarımızdan baxırıq, o da ola bilər. Dəyişiklik var deyirsən. Olan insanlara məncə qurumuza baxırıq. Okey, yaxşı, ona görə susdum mən. Deyirsən ki, heç bir dəyişiklik yoxdur da, razısan yəni. Yəni hə, belə cəmiyyət yenə heç eyni elə Məncə də. 93-dəki fikirlərdir. Sadəcə öz balaca bir kapsulamız var ki, məsəl üçün orada statistik daha normal insanları yığmışıq deyənə bilirik ki, hamı belədir. Hamı normaldır, amma yox. Bayaq yolda gələndə papa ilə danışıram, deyirəm ki, o vaxtdan vaxta heç nə dəyişmir. Deyir ki, yox, niyə ki? İndi deyir, yəni qınayanlar azalıb falan. Yox. Sırf bizim İndi qınayanların əlində telefon var, bilirsən, daha çox telefon var. Daha çox qınayırlar. Amma hə, görsən özünü təxminə oxşadan da var. Yəni bəlkə də azalıb qınayanlar. Kimsə oxşatsın. İnsan niçin özünü oxşadır? Daha da yəni obraz kimidir. Sən nə mənada demək istəyirəm? Yəni təxminəni qınamırlar da, özünü ondan oxşadır, ona empatiya qurur, deyir ki, mən də bu vəziyyətdəyəm. Empatiya qurmaq başqadır, oxşatmaq başqa, empatiya qura bilər. Da qınamır da o da. Yəni qınayanlar azalıb da biraz. Azalıb. Azalıb, əlbəttə ki, azalıb, amma cəmiyyətdə irəliləmə var demək olar. Əksəriyyət, çoxluq, yəni yenə bu filmdən düzgün nəticə çıxarılmır. 93-də Zaura heç Filmdə də Zaura heç kəs heç nə demir, 93-də də heç nə demir. İndi hə biraz qızlar deyir ki, bu da mənim elə, bu da mənim eksimdir, hə, mənim eksim də belə idi, nəsə biraz qınayırlar. Qorxaq Zaur, məndə də var zət. Hə, eyni. Zaurlar dəyişməyib. Hamının həyatında bir Zaur olur. Hə, bu yanaşmada xoşum gəlmir, amma ki, yenə də qınayanların olmağı yaxşıdır da. Namiq Qaraçuxurlu, hə. Bayaq Aygül xanım bir şey dedi Namiq Qaraçuxurlu haqqında. Burada da videonu göstərdim, hə. Burada danışır ki, biz Aygün Kəzimov haqqında danışır ki, müvəqqəti bir şeydir. Nəsə belə bir şey danışır. Hə, baxmışam. Müvəqqəti. Mən indi gördüm. çəkib 7-8 il çəkmiş. 10 ilə yaxın bir yerdə olublar, onlar. Deyəsən dediyin. Nə?
axıra kimi 10 il sonra dedir ki müvəqqəti bir Mən şey. evlənməliyəm artıq. Marağı Uşağım falan dəyişir. Mən dedim, olmalıdır. mən dediyim şeyin içində maraq ölməməlidir. Maraq necə dəyişə bilər? 10 il sonra Maraq deyir ki, dəyişmir. Başa düşür ki, yaşım Hə. oldu 30-35, evlənməliyəm, uşağım olmalıdır. Özünə bir dənə qız amma tapır, Aygül evlənir. düzgün deyil, hə. Yəqin ki, maraq ölüb də. Maraq ucu elə şeydir də, ailə istəyir. Belə açıqlama yoxdur. Tərəfimizə Hər necə şeydə tuturlar? belə Allah qərib and olsun. maraq ölür. Biz Hə. qadınlar bir-birimizin Evlənəndə tərəfini şey belə saxlasaq, babalar öz tərəfini. Biz Mən onu siz deyirəm də, mən ondan niyədik? sonra Sonra ondan da- sonra mən Evə yəni gələndə uşaq ən görmək pis istəyir qadının bəlkə. belə tərəfini tuturam. Mən də tuturam. Mən də Maraqlı tuturam. gəlir ki, Deyirsən. evdə o qapını açanda Deyirəm, uşaq yaxşı gəlsə nə eləyir. Ya olacaq? mən deyirəm Maraqlı yox, gəlir. Az eləyir. Bəs niyə düşünmürsən ki 10 il 15 ildir bu qadınla mən sevgiliyəm, mənim birdən-birə marağım dəyişdi, bəs bunun həyatı vaxt kişilər üçün önəmli olmaya bilər, amma qadınlar üçün önəmlidir. Kişilər niyə önəmli? Kişilər də Kişi qocalar. 80 yaşında da uşaq sahibi ola bilər. Qadın amma 30-35-dən sonra 40-dan sonra çətin Nə olur. qədər sahibsiz uşaq var, birini götürsün də orada. Çox sağ ol. Nə qədər düşüncəlisin. Sahibsiz uşaq götürsün. Kişilər və onların Sahibsiz uşaq məsləhətləri. götürmək üçün də evlənmək lazımdır. Dəyərli məsləhətlər. Çox sağ ol dəyərli məsləhətin 45-də üçün. kimdir qadınla evlənir? Azarın başımdan bullyinqi qayıdıq buna. Elə sən də sağ ol. Son 5 dəqiqə. Son 5 dəqiqə davay gəlin, hazıram. Çox sağ olun dəyərli izləyicilər, bizi izlədiyiniz üçün. Rəylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi, podkastımızı bəyənməyi və abunə olmağı unutmayın. Donation da ata bilərsiniz. Sağ olun.